Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfəri zamanı səsləndirdiyi mesajlarda Ermənistan və ona dəstək verən xarici dairələrlə bağlı sərt məqamlar da yer aldı. Dövlət başçısı bildirdi ki, illərlə işğalı qorumağa çalışan beynəlxalq güclər arasında məhz Azərbaycanın iradəsini dəyişə bilməyən tərəflər də var idi və nəticədə ölkəmiz öz suverenliyini tam bərpa etdi. Çıxışda xüsusilə Fransanın və Emmanuel Macronun Ermənistana verdiyi siyasi dəstəyə də toxunuldu. 44 günlük müharibə dövründə də bu cəhdlərin nəticəsiz qaldığı vurğulandı. Bir daha vurğulandı. Prezident həmçinin sərhəddəki Avropa dırnaqarası müşahidəçi missiyasında da olan o real gücün olmadığını qeyd etdi. Revanşist qüvvələrə də xəbərdarlıq etdi bu arada. İndi əsas məsələ budur. Regionda formalaşan yeni reallıq və Azərbaycanın diktə etdiyi sülh gündəliyi Ermənistan və onun tərəfdarları tərəfindən qəbul olunacaqmı? Mövzunu qonağımızla müzakirə edirik. Birbaşa bağlantımız var. Siyasi şərhçi Məhəmməd Əsədullazadə bizimlə birbaşa bağlantıda da hazırda. Məhəmməd müəllim, salam, sabahınız xeyir, vaxtınız üçün təşəkkür ederim sizə. Salam, sabahınız xeyir olsun. Məhəmməd müəllim, yəqin ki, çıxışı siz də izlədiniz. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri post-münaqişə dövründə o formalaşan yeni regional reallıqlarla bağlı idi, belə deyə bilərik. Sizcə bugün Cənubi Qafqazda siyasi təşəbbüsü müəyyən edən əsas tərəf kimdir? Bəli, Cənubi Qafqazda hazırda bütün siyasi təşəbbüsləri müəyyən edən Azərbaycandır. Bu günləri Fransanın, nə Avropa İttifaqının o yarım hərbi mülki missiyası və digər dövlətlərin Cənubi Qafqazda hər hansı bir təxribatları, təhdidləri heç bir nəticə verməyəcək. Bu günlər Azərbaycanın həyata keçirdiyi siyasi, iqtisadi, nəqliyyat layihələri və Azərbaycan regionda güclənməsi, bu günlər Avropa ölkələrinin bir çox dövlət rəhbərlərinin Avropa Siyasi Birliyindən də əlavə Azərbaycana səfəri bir daha göstərir ki, Azərbaycan regionda güc sahibidir. Təkcə Cənubi Qafqazda deyil, birbaşa Xəzər hövzəsində. Məhz bu günləri bizim regionumuz sülh və sabitlik regionudur və buradan da Asiya ilə də Avropa burada qazanır. Həmçinin beynəlxalq siyasi nizamın formalaşmasında məhz Cənubi Qafqaz mühüm bir transformasiyadır və bunun da rəhbəri məhz cənab prezidentin həyata keçirdiyi siyasətdir. Məhz cənab prezidentin Şərqi Zəngəzura səfərində verdiyi mesajlar bir daha regionda təxribat törətmək istəyən qüvvələrə sərt mesajıdır və bundan nəticə götürməlidirlər. İndi Ermənistanda bilirik ki, seçki prosesi gedir və müəyyən mərkəzlər, xüsusilə Fransa, Avropa Parlamenti və ona bağlı olan müəyyən dairələr çalışırlar ki, Cənubi Qafqazda yenidən siyasi sabitliyi təhdid etsinlər, Ermənistanda dırnaq arası nəyisə nail olsunlar. Həmçinin Rusiyadan biz Ermənistanda həmçinin regiona təhdid edəcək hibrid müdaxilələri də görürük. Yəni, cənab prezident sərt mesaj verdi. Siz də qeyd etdiniz revanşistlərə, Ermənistandakı revanşist qruplara. Yəni, proses Azərbaycan təm nəzarətindədir. Azərbaycan dost və tərəfdaş ölkələrlə bu siyasəti davam etdirir və bu təhdidlər heç bir nəticə verməyəcək. Formalaşan siyasi, iqtisadi, siyasi nizamda öz axarı ilə davam edəcək. Bu günləri dünyanın qlobal gücləri də, Çin də, Amerika Birləşmiş Ştatları da, Böyük Britaniya da məhz Cənubi Qafqazda yeni reallıqları, yeni təşəbbüsləri qəbul edir və onun müəllifi Azərbaycana da çox ciddi şəkildə siyasi və bir çox sahələrdə də dəstəkdir. İndi Fransadır, Avropa Parlamentidir, Rusiya müəyyən hibrid təhdidləridir. Bunlar sadəcə olaraq Ermənistandakı proseslərlə də bağlıdır və düşünürəm ki, onların da bu cəhdləri nəticə verməyəcək. Məhəmməd müəllim, dövlət başçısı çıxışında beynəlxalq vasitəçilik institutlarının da fəaliyyətinə toxundu və son 30 ilin nəticələrinə baxdıqda regionda klassik o vasitəçilik modelinin effektivliyi kifayət qədər müzakirə oluna bilər və hansı nəticəyə gəlmək olar bütün bu vasitəçilik göstərmək istəyən amma nəticədə fəaliyyətsiz olan tərəflərdən? Bilirsiniz, Fransa uzun illər vasitəçilik missiyası həyata keçirdi. Rusiyada elə
bizim uzun illər bu vasitəçilik missiyası ilə bağlı təcrübəmiz də var. Yəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə görə formatlaşan ATƏT Minsk qrupu nəyə nail oldu? Sadəcə olaraq Azərbaycanı işğalla barışdırmaq istədilər. Yəni onların vasitəçilik missiyası bundan ibarətdir. Və həqiqətən də cənab prezident də tamamilə doğru qeyd edir ki, ümumiyyətlə vasitəçilik missiyası münaqişələrin dondurulmasına xidmət edir. Bu proseslərin, bu münaqişələrin həllinə hər hansı bir müsbət nəticə vermir. Və düşünürəm ki, bu gün də vasitəçi olmaq istəyən qüvvələr, mən düşünürəm ki, səmimi olmayacaqlar. Yalnız öz regional, geosiyasi maraqları kontekstdə proseslərə baxırlar. Ona görə də hesab edirəm ki, artıq beynəlxalq siyasi münasibətlər sistemində vasitəçilik missiyalarda uğurlu olmur. İstər biz gördük ki, Avropa İttifaqının da Ermənistan-Azərbaycan məsələsində vasitəçiliyini, Minsk qrupunun da vasitəçiliyini və ayrı-ayrı ölkələrin də Rusiyanın da vasitəçiliyini. Yəni Azərbaycan bunlara etiraz etmədi. Sadəcə səbirlə, proseslə axarını gözlədi. Nəticə nə oldu? Heç bir sıfır nəticə. Amma Azərbaycan isə bütün bu vasitəçilərin nizamnamədə görəcək işlərdə Azərbaycan özü həll etdi. Yəni beynəlxalq siyasi münasibətlərdə vasitəçilik missiyası sadəcə olaraq manipulyasivdir, manipulyasiyadır. Dövlət özü özünə arxayın olmalıdır, xalqına, iqtisadiyyatına, ordusuna. Məhz Azərbaycan prezidenti Cənab İlham Əliyev bu xətti həyata keçirdi. Xalqına, ordusuna, iqtisadiyyatına güvəndi, dost tərəfdaş ölkələrinə və vasitəçilik missiyası da müəyyən qarada fayda qaldı. Azərbaycan öz ərazilərini işğaldan azad etdi. Yəni bu günləri Azərbaycanın tutduğu siyasi mövqe dinamikadır və öz müsbət töhfələrində verir. Məhəmməd müəllim, siz vurğuladınız ki, öz ordusuna, öz gücünə güvənməlidir ölkə və məhz bu istiqamətdə Azərbaycanın konkret addımları oldu. Amma biz Ermənistandan həm də danışırıq. Ermənistanda indi onlar hazırlaşırlar, seçkiyə hazırlaşırlar və bu seçki ərəfəsində də rəsmi şəxslərin və hətta qeyri-rəsmi şəxslərin sabiq liderlərində müsahibələri silsilə xarakter daşıyır və ötən gün Alen Simonyanın spikerin bir müsahibəsi də oldu. Bilməm, izlədiniz ya yoxdur, Çuvala danışdı və orada o vurğuladı ki, daha doğrusu açıq kontekstdə deməsə də belə bir meh gəldi ki, yaxşı deyək ki, Ermənistan konkret olaraq Avropanı seçdi və yaxud da konkret olaraq Rusiyanı seçdi. Onda garantiya kimdədir, o qarantı bizə kim verir və məhz bazadan da danışdı. Dedi ki, Rusiyanın bazasının hazırda Ermənistandan çıxarılması müzakirə predmeti deyil və yaxud da belə deyək, indi kontekstdən çıxan cümlələrlə danışmayaq, konkret olaraq vurğuladı ki, mən demirəm ki, onlar bizə hücum etməyəcək, hücum etsələr bizi kim qoruyacaq dedi. Buradan belə çıxır ki, düzdür, yəni burada Alen Simonyanla razılaşmaq olar ki, Ermənistan kiçik ölkədir və hazırda o ortada qalmaq təhlükəsi də var və real Ermənistanın gücü hazırda sualın bundan ibarətdir ki, Alen Simonyanın o müsahibəsindən çıxış edərək bu sualı vermək istəyirəm sizə. Real Ermənistanın gücü özünü qorumağa və ordusu özünü qorumağa hazırda imkan verirmi? Bilirsiniz, Ermənistan bu günləri özü qonşu ölkələrə, Azərbaycana qarşı uçsuzlarca hərbi təcavüz edib. Ermənistana qarşı hər hansı bir hərbi təcavüz olmuyor. Və bundan sonra da Ermənistana hər hansı bir tərzdə hərbi təcavüz də olmayacaq. Ermənistan ordusu nəyə lazımdır? Ermənistan öz silahlı qüvvələrini gücləndirsin. Bunu Nikol Paşinyan da qeyd edib dəfələrlə və qeyd edib ki, biz Azərbaycanla sülh və Türkiyənin normal münasibətlər sistemi qurduqdan sonra biz orduya ayırdığımız pulları daha çox sosial sahəyə ayırmalıyıq. Alen Simonyan seçki qabağıdır. Çünki Ermənistanın indiki hakimiyyətin nümayəndələrinin nə dedikləri həm publikada çox ciddi şəkildə izlənilir, müxalifət buna diktə edir. Təbii ki, Alen Simonyan ordunun lazımlığını
ölkənin müdafiəsini və təhlükəsizliyini qeyd edir. Çünki bu publikaya hesablanmış bir mesajdır. Və düşünürəm ki, bu günləri... Sözünüzü kəsirəm. Mən düşünmürəm ki, Alen Simonyan orada hücum deyəndə Azərbaycanı nəzərdə tuturdu. Böyük ehtimal daha böyük güclərdən orada söhbət gedirdi. Bəli. Bəli, əsasən burada Rusiya nəzərdə tutulur. Çünki Avropa İttifaqı kifayət qədər Ermənistanı bu məsələdə müdafiə etməlidir. Çünki Rusiya həqiqətən də Ermənistana hazırda hibrid müdaxilələr edir, seçki prosesini pozur və seçkidən sonra əgər Nikol Paşinyan hakimiyyətdə qalarsa, qələbə əldə edərsə, Ermənistanda aparılacaq siyasi islahatlara qarşı Rusiya müəyyən bir hərbi təxribatlar həyata keçirə bilər. Bunu Moldovada həyata keçirə bilmədi. Amma nəzərə alaq ki, Ermənistanda Rusiyanın gümrük bazası var, 102-ci bazası, İrəvanda Erebuni hərbi bazası var. Yəni bunlar konkret olaraq Ermənistan üçün təhdiddir. Ona görə də Alen Simonyan qeyd edir ki, biz öz siyasi xəttimizi qurduqda bizim onsuz da ordumuz zəifdir. Bunu bizim mütləq şəkildə Avropa İttifaqı Rusiya hərbi təcavüzündən, Rusiyanın hərbi təxribatlarından müdafiə etməlidir. Məhz Alen Simonyanın bir mesajı da bundan ibarətdir. Amma hazırda isə bəli, Ermənistan ordusu güclü deyil. Bundan sonra da güclü də olmayacaq. Sadəcə olaraq indi Ermənistan Rusiyanın bütün hərbi təxribatlarından, təhdidlərindən qorunmalıdır. İndi Ermənistan rəhbərliyi Ermənistan üçün təhlükəsizlik çətrini Azərbaycana, Türkiyəyə görə yox, məhz Rusiya təhdidi olduğu üçün bir növ Avropa İttifaqının təhlükəsizlik çətrini almaq istəyir Avropadan. Alen Simonyan da əsas müsahibəsinin də tezisləri bu müstəvidə qurulmuşdur. Məhəmməd müəllim, Azərbaycanın sülh gündəliyi anlayışı son dövrdə daha çox vurğulanır və bu yanaşmanı beynəlxalq münasibətlər kontekstində necə xarakterizə etmək olar? Bəli, Azərbaycan sülh gündəliyi təkcə Azərbaycan-Ermənistan gündəliyi ilə məhdudlaşmır. Bu, ümumi beynəlxalq siyasi münasibətlər sistemində təhlükəsizliyin formalaşmasında mühüm amildir. Nəzərə alaq ki, bu sülh qərblə şərqi birləşdirən əsas nəqliyyat arteriyaları formalaşmasına, inkişafına mühüm töhfə verəcək. Şimal-cənub nəqliyyat dəhlizinin formalaşmasına və bu kontekstdə beynəlxalq siyasi münasibətlərdə mühüm rol oynayır. Yəni, qeyd etdiyim kimi, bu təkcə Ermənistan-Azərbaycan iki dövlətin barışması anlamına gəlmir. Həmçinin Avropa İttifaqının Cənubi Qafqaz siyasətinin prioritetləşməsinə, inkişafına, qurulmasına və bunun mərkəzi Asiyaçılığına gətirib çıxarır. Hələ nəzər alaq ki, Avropa İttifaqının siyasi birliyinin Cənubi Qafqazda Ermənistanda keçirilən samiti məhz hansı amilə görə baş tutdu? Bəli, Azərbaycan yaratdığı sülh gündəliyinə görə bu samit baş tutdu. Bu samitdə təbii ki, beynəlxalq siyasi münasibətlər sisteminin bir tərkib hissəsidir, siyasi nizamın formalaşmasında mühüm bir komponentdir. Ona görə də düşünürəm ki, göründüyü kimi Azərbaycan sülh gündəliyi beynəlxalq siyasi münasibətlərin siyasi gündəliyinin əsas subyektidir və təhlükəsizliyin formalaşmasına, sülhün formalaşmasına da mühüm töhfə verir. Bunu düşünürəm ki, Avropa İttifaqı da bir çox ölkələrdə artıq bu reallıqları da qəbul edir və ona uyğun da regionda öz siyasi prioritetlərini də müəyyən edirlər. Məhəmməd müəllim, çox sağ olun. Təşəkkür edirik vaxtınız üçün. Mən təşəkkür edirəm. Çox sağ olun. Vurğulayım ki, hazırda bizimlə birbaşa bağlantıda siyasi şərhçi Məhəmməd Əsədullazadə idi. Biz onunla birlikdə Ermənistandakı seçki mərhələsinə hazırlığını, eyni zamanda ölkə başçısı Prezident İlham Əliyevin ötən gün işğaldan azad olunmuş ərazilərdə çıxışında toxunduğu əsas məqamları müzakirə etdik.